Qonşuluğun və qonşuluq mədəniyyətinin cəmiyyətin mənəvi inkişafında özünə məxsus böyük bir rolu var. Ümumiyyətlə qonşuluq haqları qohum əqraba haqqından sonraki mərhələdə dayanır. Və qonşuluğun ailələrdəki təlim-tərbiyyə, insanların, övladların ailədəki davranışına böyük bir təsiri var. Məhz bu cəhətdən də İslam dini qonşuluq və qonşuluq adabına böyük əhəmiyyət vermişdir. Quran-ı Kərimdə Allah Teala Nisa surəsi 36-cı ayədə qonşuluq barədə bəhs eləyir. Ayəyə diqqət etsək görürük ki, Quran-ı Kərim Allaha ibadət etmək, valideynə və qohum əqrabaya yaxşılıq etməkdən sonra qonşuluq barəsində danışır. Necə ki, həmin ayədə buyurur, Allaha ibadət edin, ona heç bir şərik qoşmayın, valideynlərinizə yaxşılıq edin, qohum əqrabalarınıza, yetimlərə, miskinlərə yaxşılıq edin, yaxın olan qonşunuza, yəni qohum olan qonşunuza, uzaq olan qonşunuza, yoldaşınıza, dostunuza və yaxud da yoldaşınıza müvəqqəti bir müddətdə bir yerdə olacaqsınız. Yolda qalana, ixtiyarınız, əliniz altında olan işçilərə qarşı bunlara yaxşılıq eləyin. Allah özündən müştəbih, loğa, təkəbbürlü şəxsləri sevməz. Bu ayədən bir neçə bəsirətlər var ki, onu işarə edək, sonra mövzumuza davam eləyək. Birincisi budur, görürük ki, Allaha ibadət etmək təkcə bu kifayət eləmir. Bunu ilə yanaşı gərək ibadətdəki bütün şirk ünsürləri, yəni riya ünsürləri tamamilə aradan götürülsün. Təbii ki, yəni bugün burada əyləşənlər, möminlər şirk deyəndə, yəni bütə gedib heç kəs ibadət etməz. Heç kəs gedib bütün qabağında əyilib durub və bütün ehtiyaclarını bütdən istəsin və belə düşünsün ki, büt mənim bütün ehtiyaclarımı ödəyəcək. Bu, bugünkü dönəmdə müsəlmanlar üçün yəni barəsində düşünüləsi bir şey deyil. Quran-ı Kərimdə Allah Teala Həzrət Rasulullah buyurur ki, əgər şirk etsən bütün əməllərin puç olub gedər. Haşa, yəni Rasulullah şirkə qarşı mübarizə edən peyğəmbər məgər ehtimal var idi ki, gedib bütə ibadət eləsin? Yox. Burada şirk dedikdə şirk geniş anlamdadır. Riya da bir şirkdir. Allaha ibadətdə əgər başqa bir maraq varsa, şəxsi bir maraq olsa da belə artıq şirk baş vermişdir. Ona görə də təkcə ibadət yetməz, ibadət gərək bütün şirk ünsürlərindən tamamilə arına, təmizlənə. İkincisi budur, görürük ki, Allaha ibadətlə yanaşı Allah Teala bu ayədə və bil valideyn, valideynə yaxşılıq edin deyir. İsra surəsi 23-cü ayədə də buna toxunulur. İsra surəsi 23-cü ayədə Allah buyurur, Rəbbin hökm edib ki, ondan başqasına ibadət etməyəsiniz və valideynizə yaxşılıq edəsiniz. Yəni Allaha ibadət etdikdən sonra ən böyük əməl valideynə yaxşılıqdır. Allaha qarşı çıxdıqdan sonra, Allaha qarşı asi olduqdan sonra, günah etdikdən sonra ən böyük günah nədir? Valideyn qarşısında günahkar olmaqdır, valideynə asi çıxmaqdır, onun üzünə ağ olmaqdır.